Bəzən insanı tutduğu vəzifə deyil, arxasında qoyduğu iz yaşadır. Azərbaycan idmanı daha bir tanınmış simasını itirdi. Uzun illər idman idarəçiliyində çalışan, Neftçinin tarixində xüsusi yeri olan Sadıq Sadıqov 60 yaşında vəfat etdi. Hesab orada biz udacağız. Biz oradan qələbə ilə gələk. Oradan ən aşağısı, mən deyirəm, ən aşağısı yenə 2-1 şotla biz qayıdacağıq. Onun adı xüsusilə Neftçinin ən uğurlu dövrlərindən biri ilə bağlı xatırlanır. 2009-cu ildən 2015-ci ilə qədər klubun prezidenti olan Sadıq Sadıqovun rəhbərliyi altında komanda 3 dəfə ardıcıl Azərbaycan çempionu oldu. 2 dəfə ölkə kubokunu qazandı və Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Ancaq onun fəaliyyəti təkcə futbolla məhdudlaşmırdı. Müxtəlif illərdə Azərbaycan idmanının inkişafına xidmət edən layihələrdə iştirak etmiş, cüdo, olimpiya və paralimpiya hərəkatının inkişafına dəstək vermişdi. Bu xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdi. Bu gün isə onun haqqında keçmiş zamanla danışılır. Lakin stadionların tribunalarında yaşanan sevinç, Avropa arenasında qazanılan tarixi nəticələr və yetişən idmançıların uğurları Sadıq Sadıqovun Azərbaycan idmanında qoyduğu izi uzun illər yaşadacaq. Sadıq Sadıqovun xatirəsi onu tanıyanların və Azərbaycan idman ictimaiyyətinin yaddaşından silinməyəcək.